Salam əziz idman sevərlər, bugünkü mövzumuz golf olacaq və mənim qonağım son zamanlar dəqiqliklə tanınan Yaylagül Ramazanovadır. Salam Yaylagül, xoş gəlmisən. Xoş gördük. Necəsən? Çox sağ ol, sən necəsən? Çox sağ ol, yaxşı olasan. Golf barədə danışacağıq, bildiyin kimi. Mən soruşmaq istərdim ki, golf barədə nə bilirsən? Ümumiyyətlə, məşğul olmuşsan mı əvvəlcə? Mən heç vaxt məşğul olmamışam, ilk dəfə. Heç bir məlumatın da yoxdur, elə mənim üçün də maraqlı olacaq. İstərdim bir-iki sual verim karyeranla bağlı. İlk növbədə belə deyək, hansı yaşdan başlamısan? İlk oxatma ilə ilk tanışdığın necə olub? Oxatma ilə çox gec yaşda başlamışam. 20-21 yaşım var idi, onda gedəndə. Güllə atıcılığını seçmişdim, ancaq müəllimim, hal-hazırdakı müəllimim məni bəyənmişdi, əllərin uzundur filan. Dedik, sən də çox yaxşı alınacaq. Bununla da gəldim oxatmaya, elə onunla da davam edirəm. Elə bilirdim, çox gənc yaşda başlamısan, amma 21 yaşda. 21 yaşda gəncdir. Əslində gəncdir, amma məncə idmançı başqa idmana baxanda biraz gec sayılır. Əslində 7-8 yaşlarından başlamaq daha məqsədə uyğundur, amma olsun yenə də demək tərk etmirmiş. Özümü doğrultmağı bacarmışam. Ən yadda qalan yarışın hansı olub? Ən yadda qalan 2016 deyim, Rusiya çempionatı idi. Rusiyada 18 metr atırdıq. Orada olimpiya çempionu var idi. Onunla 7-1 qələbə qazanmışdım da, yəni 7-1 məğlub eləmişdim onu. İlk ən yadda qalan yarışlarımdan biri o idi. Olimpiya demişkən, 2024 yay olimpiya oyunlarında iştirak etmisən. İstərdim onlara biraz da geri qayıdaq. Təəssüratların necə idi? Çünki mən bildiyimə görə hələ ana olacaqdın. Çox maraqlı idi. Necə idi hisslərin, təəssüratları? Möhtəşəm bir duyğudur orada iştirak eləmək. Orada mənə nə öyrətdi də, deyərdim ki, olimpiyada. Publika ilə işləməyi. Yəni, çox möhtəşəm bir şeydir. Yəni. Orada özünü tam başqa cür hiss edirsən. Çox möhtəşəm bir duyğudur. Biz də səni evə çox həyəcanlanırdıq həmin an. Məndən başqa deyərdim ki, hər kəs həyəcanlı idi. Düz deyirsən. Yarışlara başlamazdan əvvəl hər hansı bir ritualın, motivasiyan varmı? Totem deyərdim, hətta varmı? Sadəcə hər gün gedirəmsə məşqə, qabağıma məqsəd qoyuram ki, sən bunu eləməlisən. Bu qədər oxatmalısan, bu qədər nəticə göstərməlisən, məsələn. Yəni, mənim totemlərim ancaq bunlardır. Qarşıma qoyduğum məqsədlər. Qarşına qoyduğun məqsəd, bütün məqsədlərə çatmısan, yoxsa hələ var hədəfin? Deyərdim ki, ən böyük hədəfin? Olimpiya iştirakçısı, və birincisi olmaq? Birincisi olmaq, əlbəttə ki. Gənc idmançılara nə məsləhət görərdin? Oxatmaya başlamaq istəyənlərə, oxatma ilə məşğul olanlara, belə deyək. Ən çox da, ən xüsusilə də qızlarımıza. Qızlarımıza. Deyərdim ki, tutduğu yollarında davamlı olaraq irəliləsinlər. Məsələn, idmana gəlmək istəyirlərsə, bunun üçün çox çalışsınlar. Bu, əlbəttə ki, bir gün alınacaq, yəni. Sırf kamandan oxatmaya gəlmək istəyirlərsə, yəni bu idman növündə ilk növbədə güc, ikinci əzmkar olmalıdırlar, tutduğunu buraxmamalıdırlar, axıra qədər getməlidirlər bu yolda. Qarşıda hansı beynəlxalq yarışlar gözlənilir? Hal-hazırda bu illik yarışımız yoxdur, yəni gələn sezona qalıb 2026 üçün lisenziyalarımız olacaq Avropa oyunlarına, Olimpiya oyunlarına. Yəni, bu yolla çalışırıq. Xoş gördük Tural bəy, necəsiniz? Salam, xoş gəldiniz. Sağ olun, çox sağ olun. Golf barədə bir-iki sualım olacaq mənim sizə. İlk ondan başlamaq istəyirəm ki, golf çox sadə bir idman növü kimi görünür, amma məncə bütün idmanlarda olduğu kimi golfun da çox çətin məqamları var da, belə deyək. Bu çətinlikləri sizdən soruşmaq istəyirəm, nələrdir? Bəli, az öncə vurğuladığınız kimi hər bir idman növü çətindir, öz çətinliyi var. İlk öncə yeni başlayanlar bunu bilməlidirlər ki, daha çox və düzgün məşq etməlidirlər ki, bu idmana uyğun əzələ yaddaşı formalaşmalıdır. İstənilən bir idmanla məşğul olun, təkcə golf yox, bu hamısına aiddir. Amma digər çətinliklər isə zalda, qapalı yerlərdə oynanılan idmanlara nisbətən golf açıq məkanda oynanılır və burada hava şəraiti
oyunun gedişatına böyük təsir edir. Yəni küləkdir, yağışdır, bunlar hamısı oyunu çətinləşdirən amillərdən biridir. İlk başlayanlar qolfda nələrə diqqət etməlidir? İlk başlayanlar təbii ki, düzgün məşq etməlidirlər. Çünki bu niyə görə önəmlidir? Yeni idmana başlayanda düzgün təlimçi ilə məşq götürəndə az öncə vurğuladım, əzələ yaddaşı düzgün formalaşmalıdır. Əgər o səhv yöndə formalaşsa, onu sonradan dəyişmək də əlavə vaxt aparır. Ona görə belə deyək, fundamental düzgün qoyulmalıdır istənilən idman. Onda belə deyək də, qolfda güc daha önəmlidir, yoxsa texnika önəmlidir? Birinci texnika. Sonra artıq biz qolf vuruşuna swing deyirik. Swingə sürət və ondan sonra fitness məşqləri, əzələlərin daha da dözümlülüyünü artırma məşqləri burada çox olunur idmançılara. Yəni əzələlər də dözümlü olandan sonra artıq yarışlarda uğur qazanmaq rahatlaşır. Texnikadan söz düşmüşkən, istərdim biz ilk necə başlayacağıq? Bir-iki texnika öyrənək sizdən. Niyə də yox? Buyurun. Başlayaq o zaman. Deməli, ilk öncə biz hansı qolf çubuğu ilə vurmalıyıq, ona baxmalıyıq. Çünki bu fərqlidir deyəsən, mən belə görürəm. Qolf çubuqları fərqlidir və bu belə deyək, artıq oynamağı bacaran bir qolfçunun işlətdiyi bir komplekt qolf çubuqlarıdır. Biz yeni başlayanlara əsasən 3 nömrədə olan klabı veririk, qolf çubuğunu veririk. 9, 8 və 7 nömrə. İndi biz götürək, başlayaq 9 nömrədən. Deməli, ilk öncə... Sıraların fərqi var, 9, 8 deyirsiniz. Bəli, bunların rəqəmlərin arasında nədir fərq? Hansı rəqəm sayda böyükdürsə, o yaxın məsafə vurur. Hansı rəqəm sayda kiçikdirsə, o uzağa vurur. Yəni, belə deyil, proses biraz tərsinə gedir burada. Amma topun havaya qaldırılma məsələsi ki var, havaya yüksədilməsi, bu məntiqə biraz uyğundur. Misal üçün, əgər 9, deyək ki, 7-dən yüksək rəqəmdir. O demək ki, 9 topu 7-yə nisbətən daha yüksəyə vuracaq. Daha havaya daha çox gedəcək. Qolf çubuğu haqqında ilk öncə yəni qolfçu qolf oynamağı bacaran bilməlidir. Qolf çubuğu əsasən 3 hissəyə bölünür. Grip, hardan ki biz tuturuq. Shaft, yəni orta hissə və club head, qolf çubuğunun baş hissəsi və topu vururuq club face-nə. Hər bir qolf çubuğunda club face, yəni qolf çubuğunun üzü fərqli dərəcələrdə olur. Və bu da əslində topun yüksəkdən və ya aşağıdan uçmağının əsas səbəblərindən biridir. Qolfda da bildiyiniz kimi, digər idmanlarda olduğu kimi sağ əlli idmançılar var, sol əlli idmançılar var. Mən özüm sağ əlli olduğuma görə sağ əlli çubuqda göstərirəm. Sizdən necədir? Sağ əllisiniz? Sağ əlli. Deməli, bu işə yarayır. Deməli, sol əlimiz tuturuq yuxarıdan, sağ əlimiz tuturuq aşağıdan. Ayaqlar çiyin bərabərliyində açılır. Çünki swing etdiyimiz zaman balans pozulmasın deyə yıxılmayaq. Və ondan sonra gördüyünüz kimi beldən ilk öncə əyilirəm biraz və dizlərdən əyilirik. Bu formada dayanırıq. Bu artıq bizim, necə deyərlər, vuruş öncəsi dayanma pozisiyamızdır. Və gözümüzü topdan ayırmırıq. Əgər düşünsək ki, burada topumuz var. Gözümüz daim baxır topa, yəni başımızı tərpətmirik çox. Və swingi arxaya edərək və qabağa edərək vururuq. İndi az sonra sizə vuruşları da göstərəcəm. Çünki burada sizə dəyə bilir. Qolu dirsəkdən qırmayın. Baxın, elə təsəvvür edin ki, baxın, hal-hazırda sizin qolların vəziyyəti görürsünüz, üç bucağa bənzəyir. Bu formada, baxın, birlikdə eləyir. Aparırsınız bura. Buradan da təzədən gətirirsiniz. Burada topu vurursunuz və saxlayırsınız saat 3-də və ayağı da fırladır.
Bu paralel ayaqlar bizim idman növümüzdəki kimi eynidir. Hə. Paralel ayaqlar, çiyin bərabər. Düşür, ümumiyyətlə bədənin də əyilməsi ona kömək olur ki, biz dönmə eləyək. Mən də öz-özümə. Əllərin yerini dəyişək. Sol yuxarıdan tutun, sağ aşağıdan. Aha. Bu barmağı biraz bura qoyun. Buraya. Aha, süper. İndi vuruşa artıq hazır olanda bu qolf çubuğunu qaldırırsınız topla paralel hündürlüyə. Oy. Aha, əla. Biraz geriyə çəkilək. Və bu formada əla. Havada elə bir topa vurmuyor. Sadəcə vuruşu bitirin və sağ ayağınızı da döndər. Sağ ayağı da döndər. Aha. Yaxşıdır. Gətirdik. Əla, süper. Oxu 100 metrdən vurmaq, yoxsa dostuna hədiyyə seçmək? Hədiyyə seçmək. Yarışda hədəfə vura bilməyəndə ilk reaksiya. İkinci oxumu daha yaxşı atmağa, fokuslanmaq. Hansı super qəhrəman olmaq istərdin? Supermen. Oxla ən qeyri-adi nəyi vurmaq istərdin? Maraqlı sualdır. Ağlıq gəlmir. Kofe yoxsa çay? Çay. Kitab oxumaq yoxsa film izləmək? Kitab oxumaq. Dəniz mənzərəsi ya təbiət? Dəniz mənzərəsi. Sevdiyin film? Ulduz. Ox atmanı bir sözlə ifadə et. Sarı hədəf. Səhər yoxsa axşam? Səhər. Sevdiyin musiqi janrı? Pop. Fobiyan? Qaranlıq. Necə idi? Bir, belə deyim də, bir ox atanın qolfda sınağı. Necə idi sizcə? Bənzər idman növləridir qismən, çünki nəyisə irəliyə doğru biz atmağa çalışırıq. Yəni dediyim kimi, istənilən bir idman növünün daha da yaxşı alınması üçün çoxlu məşqlər lazımdır və bu məşqlər də düzgün şəkildə olmalıdır ki, texnika və əzələ yaddaşı düzgün formalaşsın. Yəni, başlanğıc üçün pis deyil. Yəni ki, biz özümüz də qolfa yeni başlayanda dərhal götürüb topu vura bilməmişik. Yəni, səhvlər olub, problemlər olub, düzəltmişik zamanda. Bu hamıda belə bir normal bir şeydir. Ona görə yaxşı alındı əslində, başlanğıc üçün pis deyil. Məncə yaxşı alındı. Sadəcə davam etmək lazımdır ki, daha da təkmilləşdirək. Doğru, təşəkkür edirəm. Yayla Gül, səncə ox atma yoxsa golf daha çətindir? Çətinliyinə deyərdim ki, kamana ox atma daha çətindir. Məncə də. Ox atmanı sınamış bilik kimi çətindir. Hər ikinizə təşəkkür edirəm. Və mən istərdim ki, Dreamland Golf Kluba da təşəkkürümü bildirim bizə göstərdiyi dəstəyə görə. Bu qədər əziz tamaşaçılar, növbəti görüşlərdə daha yeni, daha fərqli idman növü ilə qarşınızda olacağıq. Hələlik. Judo yenidən CBC Sportda.
Daxili və beynəlxalq yarışlar Sürprizlər kanalında. Azərbaycan və dünya judo ulduzlarının görüşlərinə birgə şahidlik edəcəyik. Zirvəyə gedən yolu birgə addımlayacağıq. Canlı, operativ və yüksək keyfiyyətlə. Sükut, rahatlıq, balans, bədənlə ruhun vəhdəti, daxili gücə gedən yol. Hər nəfəs bir başlanğıc, hər hərəkət bir harmoniya. Yoga zehni sakitləşdirir, bədəni azad edir. Bu sadəcə hərəkət deyil, həyat tərzidir. Yoganın tarixi, fəlsəfəsi və gücü Şəhanə Yusifovanın təqdimatında CBC Sport ekranlarında.